Azərbaycan necə və niyə kreditlər ölkəsinə çevrildi? Bugün bu mövzu haqqında danışacağım. Hər birimizin ətrafında, dost çevrəmizdə və yaxud da ki, ailəmizdən kiminsə, qohumlarımızdan bir neçəsinin mütləq şəkildə ki, bugün kreditin olduğunu biz hər birimiz görə bilərik. Və bu çox bərbad bir tendensiya halını alıb. Nəinki təkcə bank kreditləri, artıq biz Azərbaycanda çox təəssüf ki, maşınımızı, telefonumuzu az qala artıq bəli çox bərbad bir durumdur ki, artıq biz geyimlərimizi belə müxtəlif kreditlər vasitəsilə əldə edirik. Və bu təbii ki, Azərbaycanlıların bugünkü bizim ölkəmiz dövlət büdcəsinin iqtisadi durumu və əhalinin iqtisadi rifahına uyğun olmayan dərəcədə bizim böyük bir yüklənmə halını gətirib çıxarır və biz Azərbaycanlıların həyatını bir qədər də çətinləşdirir. Gələ biz nəzərə alaq ki, ümumiyyətlə Azərbaycanda və diqqət edək, Azərbaycanda kredit faizləri, orta kredit faizi nə qədərdir? 15-25% arası. Və təbii ki, 15%-dən bir qədər aşağı olanlar və yaxud da ki, 15-17% olanlar nisbətən heç vaxt krediti olmayan və yaxud da ki, problemli krediti olmayan vətəndaşa və əmək haqqısı, rəsmi əmək haqqısı yüksək olan vətəndaşlara verilən kreditlərdir. Amma bir qədər problemi gecikdirilmiş, yəni krediti olan vətəndaşlara və yaxud da ki, bir neçə bankda, digər yerlərdə kreditləri olan vətəndaşlara isə hətta 25%-dən yuxarı illik faiz dərəcəsi yuxarı olan kreditlər verilir. Və bu da təbii ki, insanların həyatını çətinləşdirir. Ümumiyyətlə, Azərbaycanda bank sektoru inflyasiyadan sonra, yəni 2014 və 2015-ci ildəki inflyasiyalardan sonra Azərbaycanın bank sektoru demək olar ki, bir çöküş yaşadı və ondan sonra bank sektorunda rəqabətli mühit də əvvəlki qədər olmadı. Çünki hal-hazırda fəaliyyət göstərən banklar bu və yaxud digər formada siyasi elitanın əlinin altındadır və yaxud da ki, hakim ailənin şəxsən onların ən yaxınlarına və yaxud da elə özlərinə məxsusdur. Və buna görə də bu monopoliya bank sistemi, həm də monopoliya bank sistemi təbii ki, rəqabətli mühiti öldürür və xeyir daha çox bank, böyük, iri bank təşkilatlarının özlərinə qalır. Vətəndaşlara isə yüksək bank faizləri tətbiq edilir. Təbii ki, ümumiyyətlə bank faizlərinin tətbiq edilməsi manatın durumuna görə də dəyişir və əslində bizdə kreditlərin illik faiz dərəcəsinin yüksək olması onu göstərir ki, Azərbaycan bank sektoru nə qədər də onlar siyasi elitanın təsirində olsa da, bir çoxları bilavasitə onların vasitəsilə idarə olunsa da, onlar özləri belə, yəni Azərbaycan hakim siyasi elitası belə bugün manata çox güvənmir. Və illik faiz dərəcəsinin yüksək olması əslində bazarda manatın səviyyəsinin stabil olmaması, bazarda yerli ərzaq məhsullarında, qida məhsullarında və s. və ilaxırda inflyasiyaya olacağını ehtimalına görədir. Və onsuz da bu zaten olur. Hər ildən ilə qiymətlər qalxır, manat öz dəyərini itirir. Amma manat dollara nisbətən rəsmən dəyişikliyə məruz qalmır deyə bank sektorları məcbur qalır. Həm də bu onların məcburiyyətdən doğan bir qərardır ki, faiz risklərə görə faiz dərəcələri yüksək olur. Və burada kim ziyana düşür, kim daha çox yüklənir? Təbii ki, kredit götürən vətəndaşlar. Mən hələ təkcə bankdan götürülən kreditləri nəzərdə tuturdum və bunun məişət avadanlıqlarındakı faiz dərəcələri ümumiyyətlə yüksəkdir. 26% götürülür təxminən orta rəqəm kimi məişət avadanlıqları kredit sistemində. Və yaxud da ki, ümumiyyətlə Azərbaycanda elə bu ilin mayın 1-də, 2026-cı ilin mayın 1-də rəsmi bir rəqəm açıqlandı ki, ölkə üzrə gecikdirilmiş, yəni problemli kreditlərin sayı 1 milyard 380 milyondan yüksəkdir. Təsəvvür edin, 1 milyard 380 milyon manatdan daha yuxarı Azərbaycanlıların problemli krediti var. Və bunun axırı hara gedir? Keçən il nisbətən yeri gəlmişkən onu da gedirim. Keçən il nisbətən bu 15-17% aralığında artım müşahidə olunur. Və indi siz fikirləşin, 1 milyard 380 milyondan 15% az keçən il gecikdirilmə olmuşdu. 1 ilə 15% minimum artım qeydə alınıb. Təkcə gecikdirilmiş kreditlərdə. Hələ verilən kreditlər və yaxud da götürülən məişət avadanlıqları ilə telefon krediti, maşın krediti olsun və s. və ilaxır. Hələ görün, onlarda nə qədər yüksək ola bilər bu rəqəm.
və bu azərbaycanlıların az qala bütöv xalq olaraq biz sanki bir kredit maşınının içinə daxil olmuşuq, kredit aparatının içinə və bütün azərbaycanlılar bu çarxda dövr edir. Bizim hər birimizin ətrafında biz bu kredit məsələsini, problemli kredit məsələsini görə bilərik. Və təbii ki, rəqəmlər çox yüksəkdir. Rəqəmlər aşırı dərəcədə yüksəkdir. Dövlət və dövlətin iqtisadi aparatı, iqtisadi qolu bu məsələni necəsə həll etməlidir. Oturub ya banklarla danışmalıdırlar, ya Mərkəzi Bank özü necəsə bu işə bir qol qoymalıdır. Təbii ki, yüklənən vətəndaş, stres altında qalan vətəndaş, iqtisadi krizdə olan vətəndaş, onsuz da rifahı yaxşı olmayan bir tərəfdən yenə də vətəndaş və onlar təbii ki, bu gecikdirilmiş kreditlərin sayı hələ ildən illər mən düşünürəm ki, artacaq. Onsuz da bugün Azərbaycanda iş yerlərinin sayı azalır. Hələ dövlət işçilərinin nə qədəri biz hər ay az qala müxtəlif dövlət qurumlarında biz bunu eşidirik ki, nə qədər işçilər ixtisara gedir. Təbii ki, işdən çıxan işçilərin kreditləri avtomatik çox böyük ehtimalla növbəti aylardan etibarən problemli kreditlər siyahısına daxil olur. Çünki təbii ki, dövlətdən maaş ala bilmirlər və müqabilində də kreditlərini ödəyə bilmirlər və yaxud da ki, gecikdirirlər ödənilməsində. Məsələ təkcə problemli kreditlərdə deyil. Ümumiyyətlə, bizdə böyük bir sosial çöküş də mən düşünürəm ki, bu həm də sosial çöküşlə bağlıdır. Azərbaycanlıların ümumi bir problemi var artıq ki, bu kredit məsələsi. Və insanlar çox da ehtiyacları olmadığı təqdirdə gedib maşın kreditə götürürlər. Çox da ehtiyacları olmadığı təqdirdə gedib telefon kreditə götürürlər. Və aydındır, insanlar maşın kimsə sürmək istəyər, kimsə maşın sürməlidir, kimsə ola bilər bu onun hobbisidir, hər yeni nəsil çıxan telefon əldə etmək istəyir. Amma bu həm insanların iqtisadi durumuna təsir edən bir amillərdən biridir. Həm də ümumiyyətlə insanların yaşayış durumuna, iqtisadiyyatımızın inkişafına da mənfi təsir edən amillərdən biridir. Və burada qazanan ancaq böyük monopolistlər, onsuz da çox yaxşı qazanan, çox böyük şirkət sahibləri və yaxud da bank sahibləri və yaxud da ki, onları necəsə kölgə bir əllə idarə edən şəxslərdir. Amma itirən təbii ki, yenə də azərbaycanlılardır. Kredit məsələsi artıq bizdə ümumiyyətlə bütün azərbaycanlılar az qala 18 yaşı tamam olmuş bütün azərbaycanlıların necəsə bu kredit məsələlərində adını biz tapa bilərik. Ya ipoteka kreditidir bu, ya maşın, ya telefon, ya dostunun adından zamin qalıb, ya özü götürüb. Burada mən kredit kartlarının istifadə edilməsindən danışıram. Kredit kartlarında da yeri gəlmişkən faiz dərəcəsi çox yüksəkdir. Və bank kartları özləri müxtəlif şərtlərlə, bəli, onlar daha uyğun şərtlərlə bunu verirlər təbii ki. Amma onların özündə də kredit kartlarındakı faizlər də çox yüksəkdir. Aylıq faiz dərəcələri, illik faiz dərəcələri düşsün. Və bu bütün bizdə bütövlükdə insanların durumuna təsir edir. Bu insanların həyat səviyyəsinə təsir edir və sonuçta bu insanların ölkədəki durumuna, ölkənin özünün durumuna təbii ki, təsir edir. Dövlət necəsə bu məsələnin artıq həll olunmasının bir yolunu tapmalıdır və mən düşünürəm ki, kredit təşkilatları, bank faizləri necəsə aşağı indirilməlidir və artıq hər kimə gəldi kredit verməklə ümumiyyətlə insanları bu kredit üçbucağına salmaqla böyük bir çöküşün başlanğıcı ola bilər bu və bunun qarşısını dövlət artıq necəsə almalıdır.